Salam dostlar, yeniden sizi Gəncə şəhərində Kremlin şirkətinin mağazasında salamlayırım. Bugün istəyirəm sizə Kremlin şirkətinin Almanya brendi olan kril yağları haqqında qısa məlumat verim. Kril yağı nədir? İnsan orqanizmasına nəyə görə lazımdır? Kril yağı Atlantik Okeanın dərinliklərində yaşayan kretos adlı biz canlıdan alınan bir yağdır. Çox qiymətli yağdır. Çox az təsadüf olunan bir yağdır. Tərkibində omega 3 vardır və güclü 2 antioksidant vardır. Bildiyiniz kimi omega 3 insan orqanizması üçün çox önəmlidir. Bunun da tərkibində omega 3 var və ondan əlavə güclü antioksidantlar, flavonoidlər, fosfoidlər, A, E vitaminləri və antioksidantlara görə də C vitaminindən qat-qat artıq olan C vitamini vardır. Ona görə də insanın orqanizmasına güclü təsir edir, xolesterolu təmizləyir, zərərli xolesterolları orqanizmdən xaric edir, yaxşı xolesterolun səviyyəsini artırır, iltihab əleyhinədir. Güclü antioksidant olduğuna görə iltihabı gözəl təmizləyir. Məhz ona görə də artritə, artroza gözəl təsir edir. Güclü antioksidant olduğuna görə qaraciyərin, ürəyin, böyrəyin fəaliyyətini gücləndirir, gözə gözəl təsir edir, təzyiqi aşağı salır. Bax, hər bir kəsə belə bir məhsulu qəbul eləmək vacibdir, hər bir qadına, hər bir kişilərə lazım olan bir məhsuldur. Mütəmadi məhsul qəbul edən insanlarda qadınların gözəlliyini artırır, dırnaqlara, saçlara parlaqlıq verir, immuniteti artırır, uşaqlarda inkişafı gücləndirir. Bax, mən özüm bu məhsulun açıq halda sizə göstərəcəm. Artıq 3-cü qalıqları keçirəm, çox gözəl təsir edir. Bu kapsulalar elə gözəl hazırlanır ki, baxın, hava keçirməz, sızdırmaq bir kapsulalardan hazırlanır. İnsan orqanizması üçün 100% insan orqanizması bunu mənimsəyir. Yəni, burada heç bir artıq qalmır. Ona görə təbiidir, güclüdür, omegadan qat-qat güclüdür. Əgər sizə sual versələr, omega mı, yoxsa kril yağı mı? İlk öncə həkimlər omegadan əvvəl kril yağını məsləhət görəcəklər. Çünki əgər həkimlər deyir ki, əlinizdə bir qədər pulunuz artıqdırsa, lütfən kril yağı için. Çünki omega hər yerdə tapmaq olar, ancaq kril yağı az təsadüf olunan bir yağdır. Hər birinizə sağlamlıq arzulayıram.